31-ci sualda Yer-Veyin diaqramına əsasən uyğunluğu müəyyən etməyimizi istəyir. Demək bizdə Cənubi Avropa və Şimali Afrika qeyd olunub. Biz indi bunların həm fərqli, həm də oxşar cəhətlərini qeyd edəcəyik. Araq dəniz iqlim tipi bilirsən ki, subtropikdə var. Yəni subtropikin Araq dəniz iqlim tipini öyrənmişdik. Və biz də bilirik ki, Bəli, subtropikin Araq dəniz iqlim tipi həm Cənubi Avropada, həm də Şimali Afrikada var. Və subtropik Aralıq dəniz iqlim tipi olduğu bu ərazidə demişdik ki, codyarpaqlı həmişəyaşıl meşə və koluqlarımız da var. Bu gedəcək oxşara. Demək, 3-ə nə gedəcək? A. Yarımada və adalar üstünü təşkil edir. Təbii ki, hansında? Cənubi Avropa. Cənubi Avropada düzdür. Yəni 1-ə gedəcək B. Daha sonra səhra və yarımsəhra geniş yayılıb hansında? Şimali Amerikada. Şimali Amerika yox, Şimali Afrika. Bərməm Afrika. Aha. Afrikanın bilsən də bu hissəsində dünyanın ən böyük səhrası olan Böyük Səhra, Saxara səhrası, demişdik ki, Liviya səhrası, bir də Nubiya səhrası. Düzdür? Bizim səhralarımız var da Afrikanın ərazisində. Bəli, bəli. Aha, sonra dedik ki, inkişaf səviyyəsi daha yüksək olan ölkələr yerləşir. Təbii ki, bilirsən də Afrikada yalnız bir dənə inkişaf etmiş ölkə var. O da Cənubi Afrika Respublikası, CAR-dır. Ona görə Bəli. deyəcək ki, bu aiddir Cənubi Avropaya. Yəni Şimali Afrikada inkişaf etmiş heç bir dövlət yoxdur. Yer kürəsinin mütləq maksimum temperaturu müşahidə olunmuşdur. Təbii ki, Şimali Afrikada demişdik hardadır? Tropoli şəhərindədir. Liviyanın Tropoli şəhərində qeydə alınmışdır. Demək, cavabımız 31-də nə olacaq? D variantı. Yəni Cənubi Avropaya aiddir. Yarımada və adaların üstünü təşkil etməsi, bir də inkişaf səviyyəsi daha yüksək olan ölkələrin yerləşməsidir. Şimali Afrikaya isə aiddir. Deyəcək ki, səhra və yarımsəhralar geniş yayılıb. Bəli, deyir ki, dünyanın ən böyük səhrası olan Böyük Səhra, yəni Saxara səhrası, Liviya və Nubiya səhrası bu ərazidə yerləşir. Daha sonra biz də Şimali Afrikaya qeyd etdik ki, yer kürəsində mütləq maksimum temperatur müşahidə olunub. Harda? Dedik ki, Şimali Afrikada Liviyanın Tropoli şəhərində qeydə almışdır. Hər ikisinə də oxşar cəhət odur ki, subtropikin Aralıq dəniz iqlim tipində yerləşməsi. Cavabımız 31-də olacaq. D bəndi. Keçək indi digər 32-ci sualımıza. Baxaq. Nə istəyir bizdən? D. Sxemə əsasən hərəkət edən hava kütlələri hansı məntəqələrə daha az yağıntı vermə ehtimalı olduğunu müəyyən edin. Bax, burada görürsən ki, bu dəniz səviyyəsində, düzdürmü? De, bax, bura. Birin olduğu yer dəniz səviyyəsindən başlayırıq. Görürsən ki, bizim dəniz səviyyəmiz, yəni okean səviyyəsi 0 metrdir. Dəniz səviyyəsində yaxın olan ərazidə təbii ki, yağıntının baş vermə ehtimalı yüksəkdir, düzdürmü? Bəli. Aha. İndi biz nə edəcəyik burada? Hansı dənizdən uzaqdırsa, e, deyəcək ki, orada yağıntının düşmə ehtimalı da azdır. İndi bizdən yağıntının düşmə ehtimalı azdır deyirsə, təbii ki, dənizdən ən uzaq olanlar hansılardır? Dördüncü ilə 3-dən 4. 4 ilə 5. Çünki dəniz buradadır da, düzdür? Bunlar dənizə yaxındır. Bəli. Artıq bunlar nədir? Dənizdən uzaqlaşır. Cavabımız olacaq 32-də nə? 3-dən 5. 4 ilə 5. Bəli. 4 ilə 5. Cavabımız 32-də Bəli. olacaq D variantı. Aydın oldu mu? Bərməm. Keçdik digər sualımıza. 33-cü sualımıza baxaq. Düzgün arıcılığın verildiyi sıranı müəyyən edin. Karpat dağları bilirsən ki, görsən burada yerləşib Karpat dağları. Necə dağlardır? Cavan Cavan dağlar. Aysa, sən də Bəli. cavan dağlar, belə deyim də, yaşına görə cavan və qədim dağlar vardır. Amma ki, tektonik Bəli. quruluşuna görə biz demişdik ki, qırışıq dağlar, qırışıq faylı dağlar, faylı Bəli. dağlarımız Dağlar. var. Aha, Bəli. Karpat dağları qeyd elədin ki, cavan dağlardır, düzdür. Cavan dağlar. Cavan Bəli. dağlarda geosinkronun bilirsən ki, 4 mərhələsi vardır. Cavan dağlar yaranmışdı 3-cü mərhələdə, qədim dağlar isə yaranmışdı 4-cü mərhələdə. Aha, Karpat dağları biz qeyd edəcəyik ki, yerləşir Avropa qitəsində. Ən hündür zirvəsi isə Qırxlovskidir, 2655 metrdir. 55. ISO alt Bəli. qırışıqlığında yaranıb. Yəni birinci sıra nədir? Doğrudur. Heç bir səhvlik yoxdur. Aha, Ural dağları. Bəli, qədim dağlardır və Ural dağları bilirsən, o da yerləşir. Yəni Avropa və Asiya qitəsinin kəsişməsində.
Ən hündür Bəli. zirvəsi Narodniyadır, 1895 metr 1895 və metr. bəli, Hersin dağ məcəlməsində yaranıb qədim dağdır. Yəni ölçü olaraq da hara məxsusdur? Rusiya. Yəni bura qədim dağlar biz neçənci mərhələ dedik? 4-cü mərhələ. Yəni ikinci mərhələ Bəli. olmaz. Yanlışdır. 3-ə baxırıq. Ant dağları cavan dağları düzdür. Ant dağları bilir ki, yerləşir Cənubi Amerikada. Ən hündür zirvəsi Amerikada Akonquadır. Düzdürmü? Ay, 6960 sol. metre. 6960 metrdir. Cavan dağısı neçənci mərhələ olacaq? Evet. Üçüncü Üçüncü mərhələ. mərhələ. Demək 3 də səhvdir. 2-3 səhvdir. Gəldik. Qafqaz Evet. dağları necə dağlardır? Taban dağdı. En hündür zirvəsi Elbrusuydu. Ay, sol. Ama onun üzerinde 5642 metr Alpdır. 3-cü mərhələ düz yazılıb. Himalay dağlarının zirvəsi Everest idi də. ay, sol. 8848 metr cavan dağdır. 3-cü mərhələ olmalı idi. Alt dağların isə Bəli. zirvəsi Mont Blanc idi. Ayşə 4807 metr Cavanda 3-cü mərhələ. Biz səndə alt dağları Ağdağ mənasını verirdi. Demək 30-cu sualda bizdə düzgün olan sıramız qeyd ki 1, daha sonra 4, 1, 4, 6. Cavabımız 33 nə olacaq? Bir Cəbə. dörd altı. 1-4-6 cəbən düzdür. Gəldik 34-cü sualımıza. Verilmiş iqlim diaqramına uyğun gələn xüsusiyyətləri müəyyən edin. Bu iqlim diaqramında görürsən ki, bu əgər yuxarıdırsa, belə təpə formasındadırsa, demək bu şimal yarımkürəsindədir. Yox, bunun əksi olsaydı, bax belə olsaydı, bax belə də aşağısı əks üzdə olsaydı, onda cənub yarımkürəsi olacaqdı. Demək burada söhbət şimal yarımkürəsində yerləşir. Təpə formasındadırsa. Bəzən biz buna üzgün sifətə deyirik. Amma baxırsan ki, burada temperatur 0 dərəcədən aşağı düşüb. Plus da ki, yağış da az düşüb. Yəni temperatur 0 dərəcədən aşağıdır qış aylarında və yağıntı da yay aylarında az miqdar düşüb. Qışda yox, yayda düşüb. Demək, bu nə olacaq? Təbii ki, mülayim kontinental. Mülayim kontinental. Mülayim kontinental bilirsən də tipləri var mülayimin. Məsələn, mülayim kontinental var, mülayim dəniz var, mülayim musson var, mülayimin kəskin kontinental tipi var, düzdürmü? Bəli. Bunlardan, yəni mülayim dəniz mənfi temperatura düşmür. Mülayim dəniz mənfi temperatura düşmür. Yerdə qalınır, amma mənfi temperatura düşür. Yəni burada qeyd olunan mülayimin kontinental tipinin yəni belə deyim də qrafikasıdır. Deyir ki, cənub yarımkürəsi üçün xarakteristik xeyr. Sən görürsən ki, sənin belə deyim də temperaturun şimala doğrudur. Yəni sənin belə yəni ki, burada bizim işarəmiz necədir? Yuxarı hissəyə doğrudur da. Biz qeyd edəcəyik ki, bura yuxarı olduğuna görə nədir? Cənub yarımkürəsidir. Yəni bir nədir? Yanlışdır. Bir olan variantlarımızı sildik. Gəldik. Deyir, Şərqi Avropa düzəni üçün xarakterikdir. Bəli, biz öyrənmişdik ki, Şərqi Avropada mülayim, kontinental iqlim tipi var. 2 düzdür. Bu ərazidə şəkər qamışı əkilir deyir. Şəkər qamışı günəş şüasının düşmə bucağının böyük olduğu ekvatora yaxın olan ərazidə olur. Yəni bu nədir? Olmaz. Yəni şəkər qamışı harda olur? Günəş şüasının düşmə bucağının böyük olduğu ərazilərdə. Yəni 3 olmaz. Gəldik. Bu ərazilərdə şəkər çuğundur və kətan becərilir. Bəli. Deyəcəksən ki, doğrudur. Yəni şəkər qamışı yoxdur, amma şəkər çuğunduru olar. Yağıntılar əsasən ilin soyuq dövründə çox düşür. Baxırsan ki, axı burada yağıntılar ilin soyuq dövründə çox düşməyib. Bax, səhvdir də. Elə bunu qrafikaya baxsan tapa bilərsən. 5 də yanlışdır. Yayı mülayim, qışı soyuqdur. Bəli. Cavabımız olacaq bizim, demək, 34-cü sualda D bəndi. 2. Şərqi Avropa düzəni üçün xarakterikdir. 4. Bu ərazidə şəkər çuğunduru və kətan becərilir. 6. Yayı mülayim, qışı soyuqdur. Çünki qışda temperatur 0 dərəcədən aşağı düşüb. Gəldik 35-ə. Amerika qitəsinin sahillərini yuyan soyuq okean cəryanları. Birincisi, sən Kanar cəryanı tanıyırsan ki, Afrikanın sahillərini yuyur və Afrikanın soyuq cəryanıdır. Soyuq cəryanlar da nəyin yaranmasına səbəb olmuşdur? Səhraların yaranmasına, düzdürmü? Məsələn, Kanar cəryanının təsir nəticəsində Afrikanın şimal qərb hissəsində qeyd edəcək ki, böyük səhra yaranmışdı, yəni Sahara səhrası yaranmışdı. Yəni burada görsənmi, Kanar adası da var həmçinin.
Burada kanar cəryanı var, soyuq cəryan. Afrikaya təsir etmişdi, səhra yaratmışdı. Sonra Kaliforniya səhrası, bəli, həmçinin Amerika qitəsində bilirsən də Kaliforniya yarımadası, Kaliforniya ştatının adında eşitmisən. Aha. Kaliforniya Bəli, soyuq cəryandır. Orada, bəli, deyəcəksən ki, Kaliforniya yarımadasında səhranın yaranmasına səbəb olub. Bu düzdür. Amerika qitəsinə aiddir. Biz deyəcəyik ki, Kaliforniyaya aiddir, amma Kanara aid deyil. Ona görə bir olan variantlarımızı nə edəcəyik? Siləcəyik. Yanlış ifadədir. İndi gəl burada sənin yerlərini də göstərim bir-bir. Tam aydın olsun. Hı -hı. Bax, bizim burada cəryanlarımız verilməli idi. Qoy görüm, hardadır cəryanlarımız? İqlimlərdə olmalıdır. Demək. Sonra hansı cəryanlarımız var? Məsəl üçün. Bax burada. Görsənmi? Kaliforniya cəryanı soyuq cəryandır. Soyuq cəryanda səhran yaranmasına səbəb olub. Sonra gəldi Folklend. Folklend cəryanı, bəli, bu da Amerika qitəsinə aiddir, düzdür. Bu da soyuq cəryandır. Sonra Peru cəryanı da bilirsən soyuq cəryandır. Amerika qitəsində nə yaratmışdı? Atakama səhrasını yaratmışdı. Somali Afrikaya məxsusdur. Ona görə də deyəcəksən ki, yanlışdır. Yəni Amerika qitəsinə aid olanlar hansılardır? 35-də deyəcəksən ki, doğru cavabımız D variantıdır. Soyuq Kaliforniya cəryanı, 3 Falkland cəryanı, 4 Peru cəryanı. Aydındır? bəli. Cavabımız 35-də D variantı. 36. Ağyataq, çıraq, paraqaçay, zəli yataqlar müvafiq ardıcılığına aid olduğu faydalı qazıntılar. Ağyataq, şorbulaq, yəni eşitmisən də bunlar adlarını. Bəli, mən bəli çəkim. Hı -hı. Qeyd edəcək ki, ağyataq nə yatağı idi? Civə yatağı idi. Bəli, Ağyataq, şorbulaq, lefçay, narzanlı. Bax burada. Görsən ağyataq, şorbulaq, lefçay, Kəlbəcərdə civə yatağı idi. Gilgəsçay, bəli, narzanlı, Laçında civə yatağı. Civlənin işarəsini gör. Demək bir olacaq civə. Çıraq, Azəri, çıraq, günəşli. Bunlar əsas bilirsən də bizim neft yataqlarımız idi. Azəri, çıraq, günəşli. Bu isə olacaq neft. Burada görürsən, dənizdə əsas neft yataqlarımız günəşli, Azəri, çıraq, alov, danılsudur. Sonra Paraqaçay və Dixaçay hardaydı? Ordubad ərazisində. Düzdürmü? Burada da görsən molibden, mis işarəsi də belədir. Paraqaçay və Dixaçay Ordubadda. Zəlik isə alinit yatağı idi. Alinitin işarəsi zəlik və daşkəsən ərazisi. Demək, 36-da doğru cavabımız nə olacaq? Qeyd edəcək 36-da doğru cavabımız E bəndi. 37. Havanın nisbi rütubətinin artmasına səbəb ola biləcək amillər. Bilirsən də havanın nisbi rütubətliyi artdıqda yağıntının da artma ehtimalı nə edir? Çoxalır. Nisbi rütubətliyi artanda yağıntının belə deyim də miqdarı artır. Yağıntı artarsa hava necə olar? Təbii ki, qalxar. Yəni qalxan hava nə gətirir? Yağıntı gətirir. Bir olacaq, yəni nisbi rütubətin artmasına səbəb ola biləcək amillər havanın qalxan hərəkətidir. Çünki qalxan hava yağıntı gətirir. 2 yanlışdır. Havanın enən hərəkəti yağıntı gətirmir deyə nisbi rütubətli artmaz. Sonra günəşin düşmə bucağının artması səhvdir. Yəni havanın isti olduğu yerdə necə yağıntının miqdarı artsın? Olmaz da, yanlışdır ona görə. 2-3 yanlışdır. Əraziyə siklonun daxil olması, bəli, bilirsən də siklon necə hava gətirirdi? Yağıntılı hava gətirirdi. 4 düzdür. Havanın temperaturunun azalması düzdür. Bilirsən, yağıntı düşdükdə havanın temperaturu azalır. Ərazidəki sıxılan yaşın nisbi rütubətin artmasına səbəb olmur. Deməli, nisbi rütubətin artmasına səbəb ola biləcək amillər, yəni yağıntının düşmə ehtimalının yüksək olduğu amillərdir. Bir olacaq havanın qalxan hərəkəti, daha sonra əraziyə siklonun daxil olması, havanın temperaturunun azalması. Cavabımız 1, 4, 5 A bəndi. Nəysə bir sual aydın olmasa de izah verim. Yox, mənim aydındır, qulaq asıram. Baş Qafqaz, Salavat aşırımı, Talış Talazuvand və Murovdağ. Baş Qafqazda bizim bilirsən ki aşırımlarımız vardı. Hansı aşırımlarımız? Salavat aşırımımız qeyd olunub. Görsən burada da adı var. Bax. Salavat aşırımı 2910 metr. Hardadır? Baş Qafqaz silsiləsində. Yəni Baş Qafqaz təbii zonasında da qeyd edə bilərik.
Sonra Talış dağlarında Zuvant aşırımı var, deyir bu hissədə. Daha sonra Murovdağda hansı aşırım olacaq? Təbii ki, qeyd edəcək ki, Murovdağda hansı aşırımımız olar? Burada deyəcək ki, Ömər aşırımı Göygöl və Kəlbəcər rayonu arasında yerləşir. Yəni Murovdağa aid olacaq Ömər aşırımı. Burada bəzi Bəli, aşırımların adları qeyd olunmur. Hə, bax burada qeyd olunur. Gördün Ömər aşırımı. Murovdağ burada yerləşir də bilirsən. bəli, bəli, gördüm mən. Ay sağ ol. Ömər aşırımımızın adını qeyd edəcəksən. Cavabımız E bəndidir. Məsələn, biçənək aşırımı görsənmi? Hardadır biçənək aşırımı? Biçənək Zəngəzur silsiləsindədir. Düzdür? Zod Kəlbəcərdədir. Zod aşırımı. Aha. Keçək digər sualımıza cavabımız oldu. Burada E bəndi. Gəldik 39-a. Deyir, xəritə sıxımda rəqəmlərlə göstərmiş sövzələrin müvafiq arzumu müəyyən edin. Sövzələrin bizdən müvafiq arzumunu istəyir. Təbii ki, qeyd edəcək ki, bunlar hansı sövzəsidir? Birincisi olacaq Biskay körfəzi. Biskay körfəzi yazılıb. Botnik körfəzi, Aralıq dənizi. Bir Aralıq dənizi olmaz axı, bura Aralıq dənizi olmaz. Deməli, bura bilsən haradır? Gözlə göstərim də sənə. Bir dəqiqə, burada xəritəmizdə göstərim sənə, tam aydın olsun. Söhbət hardan gedir? Bax, bu hissəmizdən. Söhbət bax, buradan gedir. Gördün mü buranı? Biskay körfəzi. Aha. Demək, qeyd edək. Biskay körfəzi. Bilirsən ki, Fransa və İspaniyanın sahillərində yerləşir Biskay körfəzi. Düzdürmü? Fransa və İspaniyanın sahilləri. Daha sonra ikinci. Haradır ikinci? Tiren dənizi olar mı? Şəkil aydın olmadı sənə? Tamam. Ay, mən biraz bura düşüb. Demək bu şəkil. Aha. Bax bir dənə şəklə. Mən şəkildəki yerlərini istəyirdim onda. Bəli. Buradan da şey olmayacaq. Məsəl üçün. Bax gör Yerinə. hansı hissəyə oxşur. Burada biraz xəritədə tam aydın görünmür ərazilər. Bax buradan gedir də söhbət. Bax bura. Görsən buranı. Buradan gedir. Bəli, bəli, gördüm. Bəli. Dedik hansı ərazilərimiz olacaq onda? Deyəcək ki, demək 39-da Biskay körfəzi. Görsən Biskay körfəzi burada yerləşir. Daha Bəli, sonra bəli, gördüm. Tiren dənizi bu hissədə. Daha sonra gələcək üçüncü İran körfəzi. Daha sonra isə Mərmərə dənizi. Bax burada. Bəli, mən başa düşdüm. Mərmər dənizi. Cavabımız olacaq 39-da E variantı. Bəli. Gəldik 40-cı suala. Deyir, A nöqtəsində atmosfer təzyiqi 715 millimetr civə sütunudur. Demək, burada 715 millimetr 715 millimetr civə sütunudur. Burada fikir verirsən ki, izohipslər necədir? İçəriyə doğrudur, düzdür? Mən demişdim ki, əgər bu xəttlər, yəni bunlar içəriyə doğru gəlirsə, demək bu çökəklikdir. Yəni burada atmosfer təzyiqi 715-dir. B-də isə 760-dır. Yəni B zirvədədir, A çökəklikdədir. Bunlar arasındakı əvvəlcə biz fərqi tapmalıyıq. Yəni
760-dan çıxacam 715-in. 715-in. O deyəcək 45 millimetr civə sütunu. Düzdürmü? Mən də bu 45 millimetr civə sütununu nəyə çevirməliyəm? Metrə. Çünki məndən cavabda nə istəyir? Metrlə istəyir. Mən də bilirəm ki, bunu metrə çevirəndə bunun arxasına mən bir dənə sıfır atmalıyam. Yəni 45-in arxasına bir dənə sıfır atsaydı 450 metr. Cavabımız olacaq 40-da. Nə? 450 eləyəcək, amma bizdən nə kəsmə yüksəkliyi istəyir, hə. Kəsmə yüksəkliyi istəyirsə, Bəli, kəsmə yüksəkliyi necə tapırıq? Aradakı boşluğa əsasən. Yəni 1, bəli. 2, 3. 2, 3 dənə 3, boşluğumuz var. 4, Bəli. bəli. 3 dənədir. Bax, Onda 1, burada 2, 3. 150-dir. A isə elə 150. Cavabımız olacaq 40-da B bəndi. Gəldik 41-ci Bəli, suala. Deyir 2,5 ton dəniz suyundan alınan duzun miqdarı 95 kiloqram olarsa, suyun duzluğu neçə promildir? Bilirsən ki, duzluğu tapmaq üçün həmişə biz, məsəl üçün, ton kiloqramla qeyd olunur. Məsələn, 2,5 tonda 95 kiloqram duz var. Bəs bizim 1 tonumuz da necə olacaq? Yəni 1 ilə işlənir çox vaxt belə məsələ. Yəni 2,5 tonun 95-dirsə, 1 tonun neçə kiloqramdır? Nə edəcəksən? 1-i vuracaqsan 95-ə, böləcəksən 2,5-ə. O da eləyir neçə? 38 eləyir də, düzdürmü? bəli, bəli. 38 eləyir. Aha, 38 eləyir. 38-də cavabımız olacaq 38 promil. B bəndi. 41-də cavab B. Gəldik digər sualımıza. Tektonik zonlara uyğun gələnləri müəyyən edin. Bilirsən ki, bizim hansı tektonik zonlarımız var? Ön Qafqaz çökməsi, Böyük Qafqaz qalxması, Kür dağ arası çökəklik, Kiçik Qafqaz qalxması, Araz əyilməsi. 5 dənə tektonik zonamız var. 2 qalxmamız, 3 dənə də əyilməmiz. Nə deyir bizə? Deyir, sürüşmə və parçalanmaya daha çox məruz qalan təbii ki, Böyük Qafqaz. Deməli, qeyd edəcək ki, 1-ə, yəni birinci Böyük Qafqazdır, 1-ə A. Demək, 1-ə A. Sonra gəldik nəyə? Ən qədim suxurlar rast gəlinir. Bilirsən ki, Azərbaycanda ən qədim suxurlar hardadır? Paleozerasının suxurlarıdır. Onun da bilirsən 6 dənə dövrü var. Kemberi, Ordovik, Silur. Alt paleozoy hardaydı? Tovuzda, Əsrikçay, Zəyamçay, Tovuzçay hövzəsində. Üst paleozoy dövrünün suxurları isə Devon, Daşkömür, Perm. Bunlar hardadır deyəcəksən ki, Naxçıvanda Sədərək qalxması və Dərəliyəz silsiləsindədir. Bu da gəlir, uyğunlaşır Kiçik Qafqaza. Yəni 3-ə gedəcək B. Tektonik çökmə zonasıdır. Təbii ki 1. Yox, təbii ki 2 üzrü say. Yəni Kürd arası çökəklik. 2-yə C. Filiz faydalı qazıntılar zəngindir. Burada 3-cüdə. Yəni Kiçik Qafqazda filiz faydalı qazıntılar zəngindir. Çünki burada maqmatik suxurlar geniş yayılır. 3-ə gedəcək D variantı. B və D. Filiz çay, Kastaq, mineral blokları mövcuddur. Bilirsən ki, Filiz çaydır, Kastaqdır, Mazım çay, Filiz çay, Katix çay, Mazım çay, Kastaq mineral blokları harda yerləşir? Təbii ki, qeyd edəcək ki, Böyük Qafqazdadır. Düzdürmü? Nə yataq idi onlar? Polimetal yataqlar idi. Yəni Böyük Qafqazda yeganə filiz faydalı qazıntı hardadır? Deyəcəksən ki, Zaqatala, Lahıc, yəni fiziki coğrafi rayonunda, Şəki, Zaqatala iqtisadi rayon ərazisində, Zaqatala, Balakən ərazisində qeyd edəcəksən ki, filiz çay, Katix çay, Kastaq, Mazım çay, polimetal, filiz faydalı qazıntılar var. Doğru cavabımız 42 nə olacaq? D variantı. 43-ə baxaq. Sahilləri çökən suları ilə yuyulan materiklər. Bilirsən ki, sahilləri çökən sularla yuyulan materiklər hansılardır? Məsəl üçün, biz gəl baxaq buradan materiklərimizə. Materiklərimizə baxsaq, görürük ki, bura Cənubi Amerika materiki. Sahilləri nə ilə yuyulur? Sakit okean, Atlantik okean. 2 okeanla. Yanlışdır. Afrika materiki. Sahilləri Atlantik okean, Hind okeanı, Всё. 2 dənə okean. Demək A bəndi olmaz. Avstraliya. Hind okeanı, Sakit okean. Doğru deyil. Cənubi Amerikada 2 okean dedik. Antarktida. Sakit okean, Atlantik okean, Hind okean. 3 okean suları ilə. Şimali Amerika, sakit, şimal buzlu, Atlantik. 3 okean. Doğru cavabımız 43-də C variantı.
Sonra gəldik 44-də. Azərbaycanda külək eroziyasının ən çox yayıldığı ərazi və hansı ərazidə yerli küləklərdir? Bilirsən ki, Azərbaycanda külək daha çox hardadır? Abşerondadır da, düzdürmü? Abşeron Qobustanda Xəzri və Gilavar küləkləridir. Xəzri küləklər necə küləklər idi demişdik? Şimal və şimal-şərqdən əsən küləklər idi. Gilavar küləkləri isə cənub və cənub-şərqdən əsən küləklərimiz idi. Doğru cavabımız 44-də nə olacaq? A bəndi. 45-ci suala baxaq. Deyir, ekvator üzərində aralarında vaxt fərqi 24 dəqiqə olan iki məntəqədə xəritədə 33,3 sm ilə məsafə ayırır. Bu xəritənin miqyasını tapın. Demək, bunlar arasında neçə dəqiqə fərq var? 24 dəqiqə fərq var, düzdürmü? Belə məsələlərdə biz nə etməliyik? Bizim məsəl üçün 1 saatımız, belə deyim də, 15 ilə hesablayırıq da, dəqiqəmiz isə 4 ilə. Məsələn, 24 dəqiqə deyirsə, biz onu nə etməliyik? 4-ə bölməliyik. Hı? Bəli, müəllim. Aha. Demək, biz qeyd edəcəyik ki, deyir onlar arasındakı fərq 24 dəqiqədir. 24 dəqiqəni dedik, nə edəcəyik? Böləcəyik deyirsən Dördə 4-də. böləcəyik. Çünki onlar arasındakı dəqiqə fərqi 4-də. Bəli, Saat fərqimiz müəllim. isə 15-dir. 15 ilə hesablanılır. Demək, bəli, deməli, deyir iki məntəqə arasında isə 33,3 sm məsafə ayrı. Bu xəritənin miqyasını tapın. Miqyasını necə tapırdıq? Miqyas bərabərdir. Xəritədəki məsafə bölünsün həqiqi məsafəyə. Demək, nə edirik biz burada? Yəni, yerin öz oxu ətrafında 1 dərəcəni 4 dəqiqəyə dönür. Bunlar arasında da 24 dəqiqə fərq varsa, 24 dəqiqəni böləcəksən 4-ə. Eləyəcək 6 dərəcə. Məntəqələr arasındakı dərəcə fərqi 6 dərəcədir. Vaxt fərqi 24 dəqiqədir. Dərəcə fərqi 6 dəqiqədir. Deməli, həqiqi məsafəni necə tapırıq? Bilsən ki, bu xəritədəki məsafə yazılıb. Bu s-nı xəritədəki məsafəni bildirir. Aha. Deməli, ekvator üzərində 1 dərəcəlik qövsün uzunluğu təxminən 111 kilometrdir. Nə edəcəksən? 6 dərəcəmizi tapdın da sən bunların arasındakı. 6 dərəcəni vuracaqsan 111 kilometrə, eləyəcək 660 kilometr. Yəni, hər zaman yadında saxla ki, xəritədəki məsafə santimetrlə, həqiqi məsafə isə kilometrlə ifadə olunur. Sənin xəritədəki məsafən verilir. 33,3 santimetr. Həqiqi məsafəni tapmaq üçün nə edin? Deməli, 4 dəqiqəni, 6 dəqiqəni, bunlar arasında tapdın 6 dərəcəni, neylədim? Vurdun 111-ə. O da nədir? 666 kilometr. Nə edəcəksən? Sənin həqiqi məsafən 660 kilometrdir. Xəritədəki məsafən isə 33,3 santimetrdir. Miqyası da tapanda nə edirik? Miqyas bərabərdir. 666 kilometri 33,3-ə bölürsən. O da eləyir 20. Miqyasını da bilsən də arxasına 5 dənə 0 əlavə olunur. Cavabımız nə olacaq? C bəndi. Düzdür? 45-də C. Gəldik 46-ya. Orta duzluğu daha yüksək olan sövzələr. Təbii ki, hansı sövzələr olacaq? Tropiklərdə yerləşənlərdə orta duzluq daha çox olar da, istiliyin çox olduğu yerlərdə. Bəli, bəli. Bilirsən ki, dünya okeanının orta duzluğu 45 promildir. Suyun duzluluğu Bəli. buxarlanmanın miqdarından, yağıntıdan, çayın bilirsən ki, axımı təsir edir daha çox. Yəni, tropik enliklərdə yerləşən qapalı və ya yarımqapalı dənizlərdə duzluq daha yüksək olur. Məsəl üçün, biz burada qeyd edəcəyik ki, hansı ola bilər? Təbii ki, Karib dənizimiz var. Karib dənizimiz harada yerləşir? Baxırıq, göstərim sənə. Burada, deməli, Karib dənizimizin yerləşdiyi ərazi. Göstər bircə dəqiqə. Bu da boğazlardır. Bax, Karib dənizi. Xəritələrdə niyə göstərməyim sənə? Tam göstərim. Cənubi Amerika, Şimali Amerika. Baxaq. Bax, Karib dənizi harada yerləşir? Hansı materikdədir Karib dənizi? Təbii ki, deyəcəksən ki, haradadır? Şimali Amerikan sahillərində də Karib dənizi. Bəli, bəli. Bu hissdə var ha. Buradadır. Bura Meksika körfəzi, Karib dənizi də buradır.
Deyəcəksən ki, Karib dənizi. Düzdür? Çünki Karib dənizi tropik zonada yerləşir, duzluğu yüksəkdir. Daha sonra Ölü dənizi də tanırsan da, Ölü dənizimizi. Bəli. Ölü dənizdə deyəcəksən ki, duzluğun miqdarı orada yüksəkdir. Ölü dəniz hardadır? Təbii ki, bilirsən ki, Avrasiya materikindədir. Burada biz qeyd edəcək ki, Aralıq dəniz sahilindədir. İsraillə İordaniya tərəfdə yerləşir. Sonra dünyanın ən duzlu sövzələrindən biridir. Qırmızı dənizdə bilirsən dünyanın yəni dünya okeanın ən duzlu dənizidir. Bax burada da qırmızı dəniz. Ölü dənizi gördün mü burada? Qırmızı dəniz də buradadır. 42 promildir qırmızı dəniz. Cavabımız nə olacaq 46-da? E bəndi. Aydındır. Eyvallah. Bəli. 47. Seysmik cəhətdən daha fəal düzənliklər. Seysmik cəhətdən desək, geosignalda yerləşənləri seçməlisən. Məsələn, Amazon ovalığı bilirsən ki, yerləşir harda? Cənubi Amerikada. Cənubi Amerikada mən də qeyd eləmişdim ki, şərq hissəsi deməli platformadır, qərb hissəsi geosignaldır. Amazon ovalığı burada olduğuna görə, yəni bunun şərq hissəsində düşdüyünə görə, demək fəal seysmik zonada yerləşmir. Səhvdir. Daha sonra baxırıq, böyük Çin düzənində bilirsən ki, fəal seysmik zonada yerləşmir. Məsələn, Kür-Araz ovalığı yerləşir, geosignaldadır. Meksika yaylası yerləşir, bu hissədədir. Daha sonra İran yaylası yerləşir. Deməli, seysmik cəhətdən fəal olan düzənliklər desək, geosignalda yerləşənləri götürəcəksən. 3-dür, 4-dür, 6-dır, A bəndi. Qərbi Sibir ovalığı da platformadır. Buxarlanma qabiliyyəti ilə buxarlanma arasında kəskin fərqin olduğu əraziləri müəyyən etməyimizi istəyirsə, demək biz burada quraq ərazini tapmalıyıq. Hansı ərazilərimizdə arid dendrosen relyef forması varsa onları götürəcəyik. Məsəl üçün, baxıram bura. 1. Abşeron Qobristanıdır, bilirsən ki, quraq ərazidir. Düzdürmü? 2. Ceyran çöldür, quraq ərazidir. Daha sonra cavabımız nə olacaq? 1, 2, bir də cavabımız demək 48-dən necə olacaq? C variantı 1, 2, 7. Sonra gəldik digər sualımıza baxaq. 49. Deyir 20 dərəcədə 1 metr kub havanın nisbi rütubətliyi 30%dir. Havanın nisbi rütubətini 2,5 dəfə artırdıqdan sonra onun mütləq hündürlüyünü müəyyən edin. Deməli, deyir 2 dərəcədə havanın nisbi rütubətliyi 30%dir. 20 dərəcə, 2 dərəcə nə idi? 20 dərəcədə bu qədərdir. Deyir onun havanın nisbi rütubətini 2,5 dəfə artıqdan sonraki mütləq hündürlüyünü tapın. Sən də bilirsən ki, 20 dərəcədə neçə qram su buxarı var? Təbii ki, 17 qram. Belə məsələlərdə nə edəcəyik? Demək, qeyd edəcəyik ki, burada 49-cu sualımız necə həll edəcək? 20 dərəcəmiz 17 qramdırsa, deyir onun nisbi rütubətini 2,5 dəfə artsa nə olar? Bilmirəm müəllim bunu. Bilmədin, duzluq burada atmosfer məsələsidir. Belə məsələlərdə necə hesablamalıyıq? Deyəcəksən ki, sənin deyir 30%-də, nisbi rütubətin 30%-də. Sənin deyir nisbi rütubətli 2,5 dəfə artırsaq, yəni bu nə deməkdir? 30-u 2,5-ə vursaq. Düzdürmü? Dəfə dediyinə görə vuracaq. 30-u 2,5-ə vursaq neçə eləyəcək? 75. Demək, necə hesablayacaqsan? Deyəcəksən ki, yəni mütləq rütubətli hesablamaq istəyir. Mütləq rütubətli tapmaq üçün doymuş havanın miqdarını yəni nisbi rütubətliyin faizinə vururuq. Nə edəcək? 17-ni vuracaqsan 75-ə, böləcəksən 100-ə. Yəni sənin 17 qramın 100%-dirsə, X-in də 75%-dir. O diləyəcək 12,75 qram. Qaranlıq qalan hər hansı bir hissə var burada? Xeyr, mən başa düşdüm. Cavabımız A bəndi. Xəritə sxemində musson külələrinin təsir etdiyi ərazidə musson külələri bilirsən ki, yalnız hardadır? Şimal yarımkürəsindədir.
Yəni 5 ilə 8-i cavablardan çıxsaq, daha sonra muson küləklərimiz bizdən soruşur ki, hansı ərazi olacaq? Təbii ki, qeyd edəcəksən ki, 1, 4, 7. Cavabımız əldə nədir? 1, 4, 7 C variantı. Yəni muson mövsüm demək. Yəni fəsillər üzrə istiqamətini dəyişən küləklər. Onlar əsasən okeanla materikin qovuşduğu sahil bölgələrdə, yəni xüsusilə də Asiyanın cənub və şərq hissəsində kəskin nəzərə çarpır. Demək, birinci deyəcək ki, birdə işarə olunub Şimali Amerikanın sahil ərazisi, bir də qeyd ediləcək ki, 4 ilə 7-də. Cavabımız olacaq 1, 4, 7, 50 C bəndi. Gəldik 51-ə. Deyir, xəritə sxemdəki rəqəmlərə əsasən vulkanik suxulan yayıldığı ərazilər. Bilirsən ki, vulkanik suxular haradadır? Bir Talış dağlarında, Naxçıvanın yüksək dağlığında, yəni Zəngəzur silsiləsində, bir də Qarabağ vulkanik ərazisinin olduğu yerdə. Cavabımız 1, 2, 5. Yəni, Kiçik Qafqaz tektonik qalxmasında geniş yayılıb. Cavabımız olacaq 51-də E bəndi. 52-ci sual. Qarabağ vulkanik ərazisinin ən hündür zirvəsi deyir haradır? Deyəcəksən ki, təbii ki, Qarabağ vulkanik ərazisinin ən hündür zirvəsi Dəli dağdır. Sonra 53. Çay və göl şəbəkəsinin sıx olduğu rütubətlənmə əmsalının göstəriciləri. Bilirsən ki, burada üstə verilən rəqəm bu 500 yağıntıdır. 600 isə mümkün buxarlanmadır. Əgər bir yerdə yağıntı çoxdursa, orada çay və göl şəbəkəsinin sıxlığı da çox olar. Ona görə də yuxarı hissədəki rəqəmin çox olduğunu götürməliyik. Hansında daha çoxdur? Təbii ki, qeyd edəcək ki, 53-də 2-də çoxdur. Yəni, yağıntı miqdarı daha çoxdur. Daha sonra 4-də və 5-də. 2, 4, 5. Aydın oldu. 54-ə baxaq. Arid Endosiyanın daha çox xarakterik olduğu ərazilər, yəni quraq ərazilər deyir. Qobustan alçaq dağlığı 1, Ceyrançı alçaq dağlığı 4, bir də deyəcək ki, 54-də 1, 4, 5 Naxçıvan alçaq və orta dağlığında Arid Endosiyan relyef forması üstünlük təşkil edir. Çünki həmin ərazilər quraq ərazilərdir. 55-də səthin albedosunun daha yüksək olduğu adaları seçməyimizi istəyirsə, təbii ki, qütbə yaxın olan adaları seçəcək. Qütbə yaxın olan adalarımız hansılardır? Deyəcək ki, 1 Elesmir adası, daha sonra 4 demək 4 olmaz, yox.